Salam əziz abituriyentlər, növbəti videoda xoş gördük sizləri. Bu gün mən sizlərə güvən nəşriyyatın keçirdiyi 5-ci sınaq imtahanının fizika suallarını izah edəcəm. Sinif 11, qrup 1, variant B. 31-ci sual. Şaquli aşağı istiqamətdə 2 metr saniyə sürətlə bərabər sürətli hərəkət edən liftin döşəməsindəki cismin çəkisi 48 Newtondur. Bu cismin kütləsini hesablayın. Burada bərabər sürətli hərəkət açar sözdür. Bərabər sürətli hərəkətdə cismin çəkisi mc ilə hesablanır. Buradan m-i tapanda alırıq p bölünsün j. Yəni 48 bölünsün 10, o da edər 4,8. Doğru cavab B variantı. 32-ci sual. Üfüqi səth üzrə yalnız sabit sürtünmə qüvvəsinin təsiri altında hərəkət edən verilmiş cismin tormozlanma müddətinin onun başlanğıc impuls hansı qrafiki hansıdır? Tormoz müddətinin düsturunu yazmalıyıq. T tormoz bərabərdir. V0 bölünmüş müj. İmpulsu almaq üçün hər tərəfi m-ə vuraq. Olacaq mv0 bölünmü mj. mv0 bizdə başlanğıc impulsdur. mj də f sürtünmədir. Və görürük ki, tormoz müddəti başlanğıc impulsdan düz asılıdır. Doğru cavab B. 33-cü sual. 8 kiloqram kütləli cismin kütləsi 6 kiloqram olan bir cism lingin hansı nöqtəsindən asmaq lazımdır ki, ling tarazlıqda qalsın? Bu sualın əvvəlki illərdə düşmüş sualdan fərqi odur ki, burada lingin kütləsi də verilib. Lingin kütləsi deyəndə tən ortadan mc asırdıq. Yəni lingin düz ortasından mc asırıq. Lingin düz ortası bax bura düşür. Buradan da bir 6 kiloqramlıq yük asmalıyıq. Onda da J'ləri bax indidən deyirəm. J'lər hər tərəfdən ixtisar gedir deyə yazmıram. Lütfən məni videoma baxanlar qınamasınlar ki, bu səhv yazır. Yəni MG yazacağım da J'nin ixtisar gedir deyə təkcə M-lərlə gedəcəm. Belə ki, 15 kiloqramlıq asılılıq sol tərəfdən 15-in dayağa qədər olan qolu neçədir? 1, 2. Yazıram 15 vurulsun 2 bərabərdir. Keçdim saat əqrəbinin istiqamətində fırladan momentlərin 6 vurulsun 1, çünki dayağa qədər bir nöqtədir. Üstə gəlsin 8 vurulsun x. X burada 8 kiloqram cismin asacağımız yerin dayaqdan olan məsafəsidir. Bura eləyəcək 30 bərabərdir 6 üstə gəl 8x. Buradan 24 bərabərdir 8x-a, x də bərabərdir 3. Deməli biz cismi dayaqdan 3 bölgü sağdan asmalıyıq. Dayaqdan 3 bölgü sağdan 1, 2, 3. Elə həmin nöqtə 3 nöqtəsinə düşür. Yəni mən bu 8 kiloqram cismi 3 nöqtəsindən assam, bu link tarazlıqda qalar. Doğru cavab C variantı. 34. Qüvvə momentinin sabit qiymətində qüvvənin modulunun qüvvə qoluna asılıq qrafiki hansıdır? Qüvvənin düsturunu yazırıq. F bərabərdir M böl D. Qüvvə momenti sabit olduqda F ilə D tərs asılı olur. Doğru cavab D variantı. Növbəti sual 35. Verilmiş gəlçinin blokların köməyi ilə hamar mail müstəvi boyunca bərabər sürətlə qaldırılır. Sistem qüvvədən neçə dəfə qazanc verir? Deməli, bu bloklar sisteminə baxsaq, bloklar sistemində bir dənə tərpənən blok var. Tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Mail müstəvi isə qüvvədə L bölünsün H qədər qazanc verir. L bizdə 15-dir, H da bizdə 3-dür, o eləyəcək 5. Deməli, mail müstəvinin qazancın Q1 desək, o 5 dəfə, blokların qazancı isə ona da Q2 desək, 2 dəfə. Əvvəlki videolarda demişdik ki, qazanc toplanmır, vurulur. Deməli, bu sistem ümumilikdə 10 dəfə qazanc verir. İndi bu bir üsul. Təbii ki, biz bir üsulla kifayətlənməyəcəyik. Məsələni digər və üsulla da izah eləməyə çalışacağıq. Deməli, digər üsul nədir? Əvvəla bunu deyim ki, sadə mexanizmlərdə mg-ni nəyə bölürsünüzsə, o qazancdır. Məsəl üçün, sadədən başlayaq. Tərpənən blokda biz f bərabərdir mg böl 2 yazırıq. Yəni f bərabərdir mg böl 2 yazırıq və deyirik ki, tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Deməli, mg-ni mən nəyə böldümsə o qazancdır. İndi burada mən bir ifadə alacağım. O ifadədə mg-nin nəyəsə bölmüş olacağıq. Onda həmin o ifadə qazancı bildirəcək. Belə ki, bu iplər qanunundan geçsək, bura f-dirsə, yəni bu ipin fırlanıb gəldiyi burada bir f-dir. Yenə də buradan fırlanıb gəldiyi, bax burada bir f-dir. F, onda bu ip bura düşəcək 2f.
Deməli, bu M kütləli yükü yuxarıya doğru 2M kütləli yük qaldırır. Və şükür Allaha sürtünməni nəzərə almayıb və aşağıya doğru ağırlıq qüvvəsinin paralel toplananı var. F paralel. Və biz bilməliyik ki, paralel toplanan mg sinus alfaya bərabərdir. Və bu bərabər sürətlə qaldırırsa, deməli, 2F qüvvəsi həmin o paralel toplanana bərabər olmalıdır. Yəni 2F bərabər olmalıdır mg sinus alfaya. Və mən buradan F'i tapanda alacağım ki, mg böl 2 vurulsun sinus alfa. Sinus alfa, sinus alfa düz bucaqlı üç bucaqda, bura alfa bucağıdır. İti bucaq qarşısındakı katetin, yəni 3-ün hipotenuza, yəni 15-ə nisbəti sinüs alfanı verir. Bu da 5-də 1 deməkdir. Deməli olacaq mg böl 2 vur 5-də 1. Bu da edər f bərabərdir mg bölünsün 10. Deməli bu sistem qüvvədə 10 dəfə qazanc verir. Doğru cavab D variantı. 36. O nöqtəsinə nəzərən F qüvvəsinin qolu hansıdır? Qüvvənin qolunun tərifini yadınıza salaq. Fırlanma nöqtəsindən qüvvənin təsir xəttinə. Bax, təsir xətti AB-dir. Qüvvənin təsir xətti AB-dir. Fırlanma nöqtəsindən qüvvənin təsir xəttinə endirilmiş perpendikulyar qüvvənin qolu adlanır. Yəni F qüvvəsinin qolu, yəni D, OC məsafəsidir. Doğru cavab A variantı. 37-yə baxırıq. Kütləsi 10 kiloqram olan cisim bloklar sistemi vasitəsilə 2 metr bölü saniyə kvadratı sabit tərcə qaldırılır. İpin sərbəst ucuna təsir edən qüvvənin qiymətini hesablayın. Yenə də iplər qaydasına görə gedirik. Baxın, belə desək, burada bura F-dirsə, bu hissədə F olacaq. Buranın fırlanıb gəldi, bu hissədə F olacaq. Onda buradakı ipə 2F gəlmə qüvvəsi düşür və o da A tərclə şaquli yuxarı gedir. Onunla biz yazacağıq ki, 2F bərabərdir mg üstəgəl A. Buradan da F'i tapanda olacaq. mg üstəgəl A bölünmüş 2. Verilənləri yerinə yazaq. M 10'dur. J 10'dur. A 2'dir. Böl 2. O da eləyir 10 vurulsun 12 böl 2. O da eləyər, bu 2 ilə 2 gedir 60 Newton. Doğru cavab C variantı. 38-ci sual. Hansı cihazlardan istifadə edərək kinetik enerjini təyin etmək olar? Kinetik enerjinin üstünü yazırıq. mv kvadrat böl 2. Cismin biz kütləsini tərəzi ilə ölçürük. Sürətini isə spidometrlə ölçürük. Onda doğru cavab olacaq 1, 2, yəni B variantı. 39, 2YP böl X ifadəsi hansı fizik əməliyyat təyin olunur? Y burada yayın potensial enerjisidir. Yayın potensial enerjisinin elə düsturunu yazmalıyıq ki, orada X-dan ixtisar geçsin. Ağlımıza gələn ilk düstur Fx bölünsün 2'dir. Gətir burada yerinə yazırıq. 2 vurulsun, Fx bölünsün 2 bölünsün X. Burada ixtisarlara baxaq. X'lar ixtisar getdi, 2'lər getdi, qaldı F. F-də nə oldu? Qüvvə, yəni elastiki qüvvə. 40-cı sual. Cismin kinetik enerjisinin onun impulsunun modulunun anası qrafiki hansıdır? M sabit P var. Deməli, P'nin, M'in və kinetik enerjinin üçünün bir yerdə olduğu düsturu axtarmalıyıq. Deməli, Y kinetik bərabər olacaq. P kvadratı bölünmüş 2M. Və buradan gördük ki, kinetik enerji impulsla kvadratik asılıdır. Doğru cavab B variantı. 41. Təcil və impuls üçün Euler-Venn diaqramında uyğun ifadələri müəyyən edin. Təcil də, impuls da ikisi də vektorial kəmiyyətdir. Bir getdi ortaya. Sürət istiqamətdə yönələn kəmiyyət impulsdur. Əvəzləyici qüvvə istiqamətdə yönəlir təcildir. Düzxətli bərabər sürətli hərəkətdə sıfıra bərabərdir. Bərabər sürətli hərəkətdə təcil sıfıra bərabərdir. Beləliklə doğru cavab 3, 4. 1 ortaya gedir, 2 də sağa. Doğru cavab Y. Burada bir şey diqqətinizə çatdırım. Sürət istiqamətindədir, yönəlir. Burada bir həmişə sözü yazsaq daha yaxşı olardı. Çünki yəni bərabər yeniləşən hərəkətdə təcil sürət istiqamətdə yönələ bilir. Yəni uşaqlar belə şey də düşünə bilərlər. Ona görə də burada heç olmasa yazmaq olardı ki, həmişə sürət istiqamətində yönəlir. O isə impulsdur. 42-ci sual. Düz xətli bərabər təcili hərəkətdən cisim 2-ci saniyənin sonunda 18 metr olub sürəti.
Buna biz bir V1 diyək. V1 olubdu 18 T1 anında, yəni ikinci saniyədə və 5-ci saniyənin sonunda isə yəni olubdu sürət 6 metr bölü saniyə. Burada biz nə deyək bir dənə deyək T2. Orada 5 deyək. Və biz delta P bölü delta V bölü delta T'dən A-nın modulunu tapa bilərik. A bərabərdir A-nın modulu V2 çıxılsın V1 bölünsün delta T, yəni T2 çıxılsın T1. 6 çıx 18, sonra olacaq 5 çıxılsın 2. O da eləyəcək, bu təbii ki moduldadır. 12, o da 3. Aldıq A-nı 4. Bu A-nı 4 tapandan sonra başlan sürəti yazmaq olar. Deməli, V bərabərdir V0 minus AT. Zaten burada A-nı mənfi almışıq. Burada belə də yaza bilərik. V bizdə ikinci saniyə sonunda deyək ki, sürət 18-dir. V0-ı bilmirəm. A 4-dür, T də 2-dir. Buradan da alıram ki, V0 bərabərdir 26. Məsələyə başqa cür də yanaşmaq olar. Təbii ki, belə də yanaşaq. İndi V bərabərdir. 2 dənə tənliyi yazırıq. V bərabərdir. Təbii ki, yavaş hərəkət oldu. Hardan bəllidir? İkinci saniyədə sürət 18 olub. 5-ci saniyədə sürət artmaq yerinə azalıb olub 6. Deməli, yavaş hərəkətdir. Yazırıq ki, V1 bərabərdir V0 minus AT1. Yəni, gəlin birbaşa uzatmayaq söhbəti. Birbaşa verilənləri yazaq. V1-in yerinə yazaq ki, 18 bərabərdir V0 minus 2A. Digər tərəfdən də yazaq ki, 6 bərabərdir V0 minus 5A. Bizə V0 tapmaq lazımdır deyə A-ları ixtisar elə ya da A-nı tapaq, aparıb yerinə qoyarıq. Tərəf-tərəfə çıxağın. 12 bərabərdir. V0-lar gedir 3A-ya. Buradan A bərabər oldu 4-ə. İndi vəssalam, siz bax burada yerinə qoyaq, siz burada yerinə qoyaq, tapaq. 18 bərabərdir V0 çıxılsın 2 vursun 4, 2 vursun 4. Buradan da alırıq ki, V0 bərabərdir 26-ya. Doğru cavab D variantı. Növbəti sual. İki cisim radiusu 30 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edir. Birinci cisim 10 metr saniyə sürətlə K nöqtəsindən keçən anda, ikinci cisim V2 6 metr saniyə sürətlə M nöqtəsindən keçir. Bu cisimlərin ilk dəfə hansı zaman müddətində görüşdüyünü hesablayın. Əvvəlki güvən nəşədə əvvəlki illərində də buna uyğun sual düşmüşdü. Orada 90 dərəcəlik bir fərq vardı bunların arasında. İndi isə 120 dərəcəlik bir fərq var. Olsun. Bu sualları mən bu cür həll eləyirəm. Əvvəlcə periodları tapırıq. T1-i tapaq. T1 bərabərdir 2 pi r bölünsün V1. Yəni 2 vur 3 vurulsun 30 böl V1 10. Buradan alırıq necə? 18 saniyə alırıq periodu. Gəlin ikincinin də periodunu tapaq. T2 bərabərdir. Yenə də 2 pi r bölünsün V2. 2 pi 6 eləyər. R bizdə 30-dur. V də 6-dır. O da eləyər 30. İndi 30 ilə 18-in əbobunu tapaq. Yəni hər ikisinə bölünən ən böyük ədədi tapaq. Hər ikisinə bölünən ən böyük ədəd burada 6-dır. Yəni mən bu çevrəni 6 hissəyə böləcəm. 6 hissəyə böləndə bir şeylər ala bilərik biz buradan. 6 hissəyə böldüm. 6 hissəyə böldük. İndi K-nın 18-i 6 hissəyə böləndə 18-in 6-da 1-i eləyir 3. Deməli, hər bir hissəyə 3 düşür. Deməli, buraya yazırıq biz. Buradan başlayandan sonra, K-dan keçəndən sonra buraya yazırıq 3. Buraya yazacağıq 6. Buraya yazacağıq biz 9. Buraya yazacağıq biz 12. Buraya yazacağıq biz 15. Və tam periyod 18. İndi bunu böldük. 30-u 6 hissəyə bölürük. 30 vurulsun 6-da 1. Hər hissəyə 5 düşür. Deməli, M-dən köçəndən sonra hər hissəyə 5 yazacağım. M-dən keçəndən sonra yazıram bura 5. Sonra yazacağım mən 10. Sonra yazacağım təbii ki 5 artır bu 15. Sonra yazacağım 20. Sonra yazacağım 25 və nəhayət M nöqtəsinə çatanda təbii ki 1 tam dövr, yəni 30 olacaq.
İndi baxaq ki, harda bu saniyələr üst-üstə düşdü. Ona bir baxsaq cavabı taparıq. Görürük ki, 15'te 15. Yəni 15-ci saniyədə bu cisimlər görüşüblər. Doğru cavab Y variantı. Bu məsələni belə bir maraqlı və dərin izahla da vermək istəyirəm. E, Təbii ki, bir çoxunuzun xoşuna gələ bilər, gəlməyə də bilər. Burada özümə bir yer açıram. Deməli, baxaq görürük ki, bunlar başlanğıc zaman anında bunlar arasındakı yol ümumi çevrənin üçdə biridir. Və bu zamanı hansı andan görüşməsinə asılı olmayaraq bu hissə, bu qövsün uzunluğu ki var, o qövsün uzunluğu bunlar arasındakı məsafədir. Bu ona bir L0 deyək və o 1/3 elə bərabərdir. Yəni ümumi çevrənin 1/3-nə bərabərdir. Hardan bilirsiniz deyə sorsanız 120 dərəcə 360-ın 1/3-idir də. Və bu fərq dəyişmir. Yəni birinci cismin getdiyi yoldan ikinci cismin getdiyi yol çıxanda, bax birinci cismin getdiyi yoldan ikinci cismin getdiyi yol çıxanda həmişə bu E0 məsafəsi qalacaq. Və salam indi yerinə yazaq, görək biz nə alırıq. Deməli, yazırıq ki, birinci cismin getdiyi yol üçün V1 vurulsun T, çıxılsın. İkinci cismin getdiyi yol üçün yazıram ki, V2 vur T bərabərdir 1/3 L. Ortaq olan nədir burada? T mötərizə xaricdən çıxır. V1 çıxılsın V2 bərabərdir 1/3 L. Və burada mən T'ni tapanda alıram ki, L bölünsün 3 vurulsun V1 minus V2. Və L təbii ki, çevrənin radiusudur. Çevrənin radiusu 2 piyerdir. 2 piyer bölünsün 3 vurulsun V1 minus V2. O da bərabərdir. 2 vurulsun 3 vurulsun 30 bölünsün 3 vurulsun V1 bizdə 10'dur. V1 10'dur. V2 isə 6'dır. 10 çıxılsın 6 eləyər 4. Burada bir 4 yazırıq. İndi ixtisar eləyirik. Bu 3 ilə bu 3 gedir. 2'ni 30'a vururuq. 4, 60'ı da 4'ə bölürük. Eləyir 15. Bax, məsələni belə də tapmaq olar. 44-cü sual. Çevrə üzrə bərabər sürətlə hərəkət edən K və L cisimlərinin xətti sürətləri eynidir. K cisminin bucaq sürəti 15 radian olarsa, yəni birinci cismin bucaq sürəti, az qala xətti sürət yazırdım. Birinci cismin bucaq sürəti 15 olarsa, L cisminin, yəni ikinci cismin bucaq sürətini deyir, hesablayın. V bərabərdir omega R yazırıq və buradan baxırıq ki, omeganı tapa bilirikmi? V bölünsün R. Omega ilə R tərs asıdır. Omega 1'in omega 2'ə nisbəti bərabərdir R2'nin R1'ə nisbətinə. Çünki V sabitdir axı. Omega 1'in yerinə mən yazacağım 15. Omega 2'ni hələlik bilmirəm. R2'nin yerinə yazacağım mən R. R1'in yerinə yazacağım 3 R. O da eləyəcək 3'də 1. Deməli, buradan alırıq ki, omega 2 bərabərdir 45'ə. Doğru cavab Y variantı. 45. Cismə bir düz xətt boyunca yönələn modullar F1 5, F2 6, F3 9 olan 3 qüvvə tətbiq olunmuşdur. Bu qüvvənin əvəzinin ən kiçiyini tapın. İndi yəqin ürəyinizdə deyirsiniz ki, nə olardı ən böyüyünü desəydi? Ən böyüyünü desəydi, təbii ki, bunları toplayasıydıq. Və burada bir şey də deyim, sıfır sevənlər burada kaybedirlər. Yəni burada doğru cavab sıfır deyil. Necə tapırsınız? 3 qüvvə olanda, 2 qüvvə olanda aydındır, çıxırsınız. Bunlardan fərqini çıxırsınız. 3 qüvvə olanda dəyərli şərtlər ən böyüyünü ayırıb sağ tərəfə ya sol tərəfə qoyursunuz. Ta ki, ən böyük burada hansıdır? 9. 9 Newton sağa doğru getsin. Yerdə qalanları isə sol tərəfə, yəni bunun əksinə yönəldirirsiniz ki, minimum qüvvəni tapmış olasınız. Yerdə qalanlar F1 5 Newtondur və F2 isə 6 Newtondur. İndi sağ tərəfdəki qüvvə 9'dur. Çıxılsın sol tərəfdəkilər. Sol tərəfdəkilər 5 ilə 6'nın cəmidir. Yəni belə deyək ki, bunlardan modulda yazırıq. Deməli 9 çıxılsın 11, o da eləyəcək 2 Newton. Doğru cavab C variantı. Ya da belə də eləyə bilərdiniz. 5 plus 11, 5 üstə gəl 6, çıxılsın 9 da yaza bilərdiniz. 2 Newton. 46-cı sual. 8 kiloqram kütləli cisim müəyyən nöqtədən sərbəst düşür. Aha, açar sözü tapdıq.
Sərbəst düşmə zamanı bu cismin çəkisi, təbii ki, sərbəst düşən cismin çəkisi sıfıra bərabərdir. Ağırlıq qüvvəsi isə sıfır olmur, mg olur. M bizə 8-dir, vururum 80. Doğru cavab B variantı. 47-yə baxırıq. Cisim yer səthindən V0 sürəti ilə şaquli yuxarı atılıb. Bu cisim yer səthindən 4V sürəti ilə şaquli yuxarı atıldıqda onun uçuş müddəti necə dəyişir? Uçuş müddətinin düsturu 2V0 bölü J'dir. Baxıb görürük ki, əvvəlki vəziyyətlə sonraki vəziyyət arasındakı fərq belə deyək də 4 dəfə fərqlənir. Sürət 4 dəfə fərqlənirsə, uçuş müddəti də 4 dəfə fərqlənəcək. Doğru cavab A variantı. Yəni başlanğıc sürət 4 dəfə artarsa, uçuş müddəti də 4 dəfə artmış olacaq. 48-ci sual sıxılmış yaya bərkidilmiş deyir. Yəni bu yay kimsə sıxıb bu tərəfə, sıxılmış yayda sıxan qüvvənin əksinə, yəni sıxılmanın əksinə bir elastiklik qüvvəsi meydana çıxır. Hal-hazırda elastiklik qüvvəsi sağa doğrudur. Çünki bu yay sıxılıbdır x qədər. Elastiklik qüvvəsi bu yayı sağa doğru hərəkət etdirmək istəyir. Sükunət sürtünmə qüvvəsi isə həmin qüvvənin əksinə yönələcək, sola doğru yönələcək. Doğru cavab olacaq D variantı. 49-cu sual. Sürtünmə qüvvəsinin dayağın reaksiya qüvvəsi hansı qrafi verilmişdir? 1, 2 və 3 nöqtələrin uyğun sürtünmə əmsalları hansı münasibət doğrudur? Sürtünmə qüvvəsinin dayağın reaksiya qüvvəsindən asılı qrafiklərində və yaxud təzyiq qüvvəsindən asılı qrafikində bu bucağın tangensi, burada göstərdiyim bucağın tangensi mü'nü verir. Biz baha görə tangens burada nətərdir? Tangensdə də belədir ki, bucaq böyüyəndə tangensin qiyməti də böyüyür, dolayısıyla mü'nün qiyməti də böyüyür. İndi bucaqlara fikir verək. Burada 2 ilə 3 eyni düz xətt üzərində olduğuna görə bunların bucaqları bərabər olacaq. Yəni alfa 2 bucağı alfa 3 bucağına bərabər olacaq. Və mən burada görürəm ki, birin bucağı, yəni alfa 1 bucağı bunlardan hamısından böyüdür. Dedik ki, tangensdə müyə bərabər olduğuna görə olacaq mü1 böyükdür, mü2 bərabər mü3. Burada doğru cavab harda var? Doğru cavab Y variantında var. 50-ci sual. Elastik deformasiya olmuş verilmiş yayın sərtliyinin onun uclarına təsir edən qüvvədən asılılığı asılı deyil. F-dən, X-dan, yaydan asılmış cisim kütləsindən asılı deyil. Aslı olduğu düstur isə nə idi? YS böl L0 nümunənin en kəsin sahəsindən, başlanğıc uzunluğundan və nümunənin növünü xarakterizə edən Young modulundan asılıdır. 51-ci sual. 30 Newton dartı qüvvəsinin təsiri altında düz xətlə hərəkət edən 10 kiloqram kütləli cismin sürətinin modulunun zamanlaması qrafiki verilmişdir. Cisimə təsir edən sürtünmə qüvvəsinin modulunu hesablayın. Buradan görürük ki, bərabər yavaş hərəkətdir. Klassik üsullarla desək, yəni müəllimlərin öyrətdiyi üsullar var. Klassik üsullar belə idi. MA bərabərdir. Yavaş hərəkətdə sürtünmədən dartını çıxırdıq. Əvvəlcə biz buradan A-nın modulunu yazaq. Belə ki, burada A moduldadır. A-nın modulu V çıxılsın V0 böl T. Yəni 0 çıxılsın 20 böl 4. Elədi mi 5? A 5'dir. M 10'dur. Vur 5. Sürtünməni mən bilmirəm. Dartını isə burada verib 30. Buradan alıram ki, F sürtünmə bərabərdir 80 Newton. Digər üsul isə belədir. MA bərabərdir. Normal düsturundan gedirik. F dartı. Çünki sürtünmə hərəkətin əksinədir. F dartı minus F sürtünmə. Bu şəkildə yazırıq. İndi M bizdə 10'dur. A'nı biz normal tapsaq, yəni bura başlanğıc sürətdir, burası son sürətdir. V çıx V0 böl T, yəni 0 çıx 20 böl 4. Yəni A'nı mən -5 alaram. 10 vurulsun -5 bərabərdir. Dartı qüvvəsi 30 çıxılsın F sürtünmə. Buradan da alırıq ki, -50 bərabərdir 30 çıxılsın F sürtünmə. Buradan F sürtünmə bərabərdir 80'ə. Bu şəkildə də tapmaq olar. Doğru cavab Y variantı. 52. Çəksiz yaydan asılmış 4 kiloqram kütləli cismin şaqul aşağı istiqamətə yönəlmiş 10 Newton qüvvə ilə dartılır. Tarazlıq halında yayda yanan elastiklik qüvvəsinin modulunu hesablayın. Elastiklik qüvvəsi cismi deformasiya elətdirən qüvvəyə bərabərdir demişdik biz. Burada cismi F qüvvəsi ilə
deformasiya elətdirirlər, yəni dartırlar. O azmış kimi də bir də bu yaydan yük asıblar. Yükün də ağırlığı var. Təbii ki 4 kiloqram cismin ağırlığı var. O da MG ilə aşağıya doğru aşağıya doğru bu yayı uzatmağa çalışır. Deməli bu iki qüvvə birləşib bu yayı dartırlar. Bu zaman bu yayda meydana çıxan elastiklik qüvvəsi bu iki qüvvənin cəminə bərabər olacaq. Yəni F elastik mg ilə F-in cəmi olacaq. F olmasaydı təkcə mg olardı. İndi olacaq 40. 40 üstə gəlinsin F-dəki 10'dur. Bu da eləyər 50 Newton. Doğru cavab C variantı. 53-cü sual. Uzanmayan çəksiz ipdən asılmış yüklər sabit tərzdə hərəkət edir. T 30 Newton olarsa F gəlmə qüvvəsi Newton ilə hesablayın. Deməli, burada görürük ki, bu sağ tərəfdəki sistem ümumi kütləsi 5M'dir. Sol tərəfdəki də 3M'dir. Əvvəlcə sistemin təcilini tapaq. O məşhur düsturu inşallah ki bilirsiniz. Düstur belə idi. M2 çıx M1. M2 üstə gəl M1. Vur J. Bu düstur burada F'lər falan olmayandadır. Yəni əlavə F qüvvəsi olmayandadır. Burada da bir də modul yazırlar. İndi gəlin hesablayaq. Bu tərəf olacaq 5M. 5M çıxılsın 3M. Bölünsün 5M üstə gəl 3M vurulsun 10. Buradan alırıq ki A 2,5'dir. İndi baxın, sağ tərəfə baxaq. Sağ tərəfdə bu cisim 3M kütləli 3M-lə A tərzinə yuxarı qalxır. Onda burada T yazırdıq, yazıza gəlsə 3mg plus A. F qüvvəsi isə bu 3M, buradakı 3M kütləli cisim isə A tərzinə aşağı düşür. Onda burada bu ipdə yanan F qüvvəsi, yəni gəlmə qüvvəsi belə olacaq. 3M vurulsun J minus A. Gəlin bunları tərəf-tərəfə bölək. Alırıq T böl F bərabərdir. J üstə gəl A, J minus A. T'nin yerinə mən 30 yazıram. F'in yerinə isə mən yazıram heç nə. F'in özünü. Çünki bilmirəm. F'i soruşur bizdən. J 10'dur. A'nı da tapdıq. 2,5 bölünsün 10 çıxılsın 2,5. Bu da eləyir 12,5. Bu da 7,5. Hər tərəfi 2,5'e ixtisar eləsək, burada qalacaq 5, burada qalacaq 3. Çarpaz vururam. 5F bərabərdir 90'a. F də buradan bərabərdir 18'e. Dim topluda buna bənzər sual var və o sualları biz T'lərə, M-lərə mütənasib üsulla da getmişik. İndi bunun bir qısa üsulunu da sizə deyəcəm. Və ondan sonra lütfən deməyin ki, müəllim bunu bayaqdan deyərdiniz də elə. Bizi niyə yordunuz? Amma mən istəyirəm ki, bu sualların əsl həll yollarını da siz neyniyəsiniz? Biləsiniz ki, bu formada olur. Amma bunu belə daha rahat üsulla da eləmək olar. Belə ki, T'yə neçə M düşübdür? 3M düşübdür və 3M-lə bu 30 Newton alıb. Yaza bilərik ki, T bərabər, məsəl üçün deyirəm, ha, bu yazılış düz deyil, qısa olsun deyə T bərabər 3M. Yəni, bax, bura 30 düşürsə, ipini fırlanıb gəldi, burada 30 düşür. İndi mən 30'u 2 ilə 3 arasında paylamalıyam. Deməli, burada 3M bərabər 30. Burada belə yazmalıyam ki, 2, 30 bərabərdir 2M, üstəgəl 3M. Buradan aldıq ki 5MA bərabərdir 30'a, MA bərabərdir 6'ya. İndi bu F'in asıldığı yerdən neçə M asılıbdır? 3M asılıbdır. Deməli F'də olacaq 3MA. Yəni 3 vurulsun 6, o da 18. Təbii ki bu şifahi test tapmaq üçün olan yoldur. Yəni burada MA falan yazmağımıza siz baxmayın. Yəni qısa və mütənasiblik olsun deyə, yəni tənasüblə də belə gedə bilərsiniz. Amma əsl həll yolunu da təbii ki buradan dedik və biz istəsəz bu düsturların çıxarılışını da eləmək olar. Hardan çıxır, hardan gəlir deyə. 54-cü sual. Tarazı xalında çəksiz yaylardan asılmış cisimlərin kütlələri və yayların səthləri uyğun olaraq M1 bərabər 2M2 və K2 bərabər K1 olarsa, yaylarda yaranan elastiklik qüvvələri və yayların potensial enerjiləri arasındakı doğru münasibətləri müəyyən edin.
E, Elastiklik qüvvəsi cismi deformasiya etdirən qüvvəyə bərabərdir. Yəni burada birinci yayı M1J qüvvəsi deformasiya elətdirir. İkinci halda isə M2J qüvvəsi deformasiya elətdirir. Onda birinci yayda yaranan elastiklik qüvvəsi F1 M1J-yə bərabərdir. İkinci yayda yaranan elastiklik qüvvəsi isə F2 M2J-yə bərabərdir. M1 M2-dən 2 dəfə çox olduğuna görə F1 də F2-dən 2 dəfə çox olacaq. Yəni variantlardan 2-ni doğru götürürük. Onda 1 ilə 3 avtomatik səhvdir. İndi biz burada görürük ki, K'lar eynidir. K'lar eynidirsə yayın potensial enerjisi üçün bu düsturu istifadə etməliyik. Yəni F kvadratı böl 2K ilə. Çünki uzanma haqqında heç bir məlumatımız yoxdur. Amma K'lar bərabərdirsə, onda YP ilə F necə asılıdır? Kvadratik. Az əvvəl qeyd etdik ki, F1 F2-dən 2 dəfə çoxdur. Onda bu 2 dəfə fərqlənirsə, potensial enerji onun kvadratı qədər fərqlənəcək. Yəni 4 dəfə fərqlənəcək. Onda YP1 bərabər olacaq 4 dənə YP2. Doğru cavab olacaq burada 2, 6. Növbəti sual açar sözlərdir. Tarazlıq vəziyyətdən çıxarılmış cisim öz-özünə üzr istəyirəm. Öz-özünə ağırlıq qüvvəsinin qüvvə momentin təsiri ilə əvvəlki vəziyyətə qayıdırsa, bu növ tarazlıq dayanıqlı tarazlıqdır. Yəni bura 2-ni yazmalıyıq. Özəlki vəziyyətə qayıda bilmirsə, bu növ tarazlıq dayanıqsızdır. Dayanıqsız da bura getdi. Fərqsiz tarazlıq halında isə cisimlərin ixtiyari vəziyyətdə əvəzedici qüvvə sıfıra bərabər olaraq qalır. Dayanıqlı tarazlıq halında, dayanıqlı tarazlıq barədə budur. Dayanıqsız tarazlıq budur. Dayanıqlıqda potensial enerji minimumdur. Dayanıqlı tarazlıq vəziyyətində cismin potensial enerjisi minimum olur. Minimum potensial enerjiyə malik olur. 5 gedir bura. Dayanıqsız halda isə burada görürsünüz ki, hündürlük var. Dayanıqsız tarazlıq halında isə maksimum potensial enerjiyə sahib olur. Beləliklə olacaq 2, 3, 1, 5, 4. 56 Günəş ətrafında orta sürəti 30 km/saniyə olan yerin 5 dəqiqə ərzində getdiyi yolu tapın. Kilometr ilə hesablayın. El bərabərdir, düstur belədir. V orta vurulsun T. V orta bizdə 30 kilometr böl saniyədir. Vurulsun. 5 dəqiqəni mən saniyə çevirməliyəm ki, saniyələr qısa getsin. 5 dəqiqədə 5 vur 60 saniyə deməkdir. Və beləliklə burada saniyələr ixtisar gedir. Qalır nə? 5 6-nın elədi 300. Bu deyiləyir 9 yanında 3 0. Yəni 9000 kilometr. 57 fiziki əməliyyatlar və onların vahidlər arasında uyğunluğu müəyyən edin. Çəki qüvvədir, vahidi Newtondur. 1-ə gedər E, Newton açışı isə kiloqram vur metr böl saniyənin kvadratıdır. Çünki F bərabər MA kimi düşünsəz, qüvvənin vahidi Newton, kütlənin vahidi kiloqram, təcilin vahidi isə metr böl saniyə kvadrat. Deməli, 1-ə gedər YA, yəni AY. İmpuls P bərabər MV'dir. Kütlənin vahidi kiloqram, sürətin vahidi isə metr böl saniyədir. 2 gedər C. 2 getdi C variantı. Enerjinin vahidi, məsəl üçün, kinetik enerjidən düşünək, ya da potensial enerjidən düşünək. MJH. MJ ağırlıq qüvvəsidir, vahidi Newtondur, H da metrdir. Newton vur metr. Newton burada açışım var. Kiloqram vur metr böl saniyə kvadratı. Bu biz Newtonun yerinə yazdıq. Vur, burada da bir dənə metr var idi. Olacaq kiloqram vur metr kvadrat böl saniyənin kvadratı. Həm də enerjinin vahidi jouldur. Joule bir də kiloqram metr kvadrat böl saniyə kvadratı. Və nəhayət gəldik həlli tələb olunan suallara. Elastik deformasiya olmuş yaydan kütlələri M1 bərabər 3 kiloqram və M2 bərabər 2 kiloqram olan iki cisim asılmışdır. Sistem tarazlıqdadır. Cisimlər bağlayan ip qırıldıqda yayın sərtliyi və uzanması necə dəyişir? Deməli, bu iki cisim birləşiblər, bu yayı deformasiya elətdirirlər. Bu iki cismə ümumilikdə 50 Newton
qüvvə təsir eləyir e, və bu yay müəyyən x qədər sıxılır. X1 qədər sıxılır. Yəni, belə yazaq. M1 üstəgəlsin M2J bərabərdir KX1-ə. Və bu artıq ip qırılır. İpi buradan qırırıq. İp artıq buradan qırıldı. Artıq bu yayı daha doğrusu 5 kiloqram kütləli yox, 2 kiloqram kütləli yük deformasiya elətdirir. Yəni artıq yazacağam ki, M2J bərabərdir KX2. Təbii ki, bu yuxarıdakı bu ifadə bu ifadədən çoxdur. Yəni belə deyək, aşağıdakı ifadə yuxarıdakı ifadədən azdır. Yəni cismi uzadan qüvvə azaldığına görə təbii ki, uzanma da azalacaq. Deməli, burada cavab olacaq uzanma azalar. Və K sərtlik. Sərtlik isə bayaqda suallarda da var idi. Sərtlik F, X və M-dən asılı olmadığına görə, yəni bu zavoddan buraxılarkən bu L0 və onun en kəsiyini və materialını dəyişə bilmiriksə, o yayın sərtliyini biz dəyişə bilmirik. Ona görə də sərtlik dəyişməz. Cavab olacaq sərtlik dəyişməz, uzanma isə azalar. 59 mail müstəvizədə sükunətdə olan 5 kiloqram kütləcisini təsir edən sükunət sürtünmə qüvvəsinin modulunu hesablayın. Yəqin ki, uşaqlar bu dəqiqə müyünü axtarırlar ki, müəllim orada müy yox idi. Bəs biz bunu necə tapaq? Deməli, bu cisimə ağırlıq qüvvəsinin paralel toplananı aşağıya tərəf təsir edir. Yəni paralel toplanan bunu aşağıya hərəkət etdirmək istəyir. Yəni hal-hazırda belə deyək də sükunət sürtünmə qüvvəsi olmasa bu aşağıya doğru hərəkət edib düşəcək. Demək ki, bu cisimlə mail müstəvi arasında bir sürtünmə qüvvəsi meydana çıxıb, sükunət sürtünmə qüvvəsi. O sükunət sürtünmə qüvvəsi F paralelə bərabər olsa, bu cisim sükunətdə qalar. Onda biz paralel toplananın düsturunu tapsaq, sükunət sürtünmə qüvvəsinin düsturunda tapmış olaraq ki, paralel toplanan da mc sinus alfa ilə tapılır. Sinusu biz tapaq buradan. Sinus alfa bərabərdir. Buranı biz iti bucaq desək, iti bucaq qarşıdakı katetin, yəni 6-nın hipotenuza, yəni 10-a nisbəti 0,6 eləyir. Deməli, mc, deməli 50 vurulsun 0,6. Bu 0, bu vergülü yiyir, olacaq 30 Newton. Bu sualın cavabı olacaq 30 Newton. 60. Üfüqi səth üzərində qoyulmuş 6 kiloqram kütləli cisim sabit 3 Newton qüvvənin təsiri ilə 2 metr saniyə sürətlə düz xətli bərabər sürətlə hərəkət edir. Deməli, bu cisim niyə bərabər sürətlə hərəkət edir? Çünki buna təsir edən dartı qüvvəsi ilə sürtünmə qüvvəsi bir-birinə bərabərdir. Yəni F bərabər F sürtünmə və o da neçə Newtondur? 3 Newtondur. Və anidən F qüvvəsinin təsiri kəsilir. F qüvvəsinin təsiri kəsildikdən sonra bu cisimə yalnız sürtünmə qüvvəsi təsir eləyir. Və biz də bilirik ki, yalnız sürtünmə qüvvəsinin təsiri ilə cisim bərabər yavaşın hərəkət edə bilər. Bərabər yavaşın hərəkət edirsə, onda bunun tormuz yolu var. Tormuz yolunun düsturunu tapa bilərik biz. Tormuz yolu bərabərdir V0-ın kvadratı bölünmüş 2 müj. Aha, indi bizdə mü yoxdur. Olmasın. V0 kvadratı böl. Müj dediyimizdə yalnız sürtünmə qüvvəsi təsir etdiyinə görə A müj-yə bərabər olur. Yəni burada yazacağım 2A yazacağım. Və salam. Bundan da yazıb hesablaya bilərik. Necə hesablayaq? İndi hər tərəfi də M-ə vuranda olacaq MV0 kvadrat böl 2MA. Bax bu şəkildə. Artıq bizim EMA-mız 3 Newton olacaq. Yəni F sürtünməmiz 3 Newton olacaq. Ya da istəyirsiniz başınız qarışdı deyə daha rahat üsullarla gedə bilərik biz. Deməli, nə edirik? Buranı belə silək. Üzr istəyirəm, biraz vaxtınızı aldım. Gəlin hər tərəfi EMA vuraq. Siz daha gözəl görəsiniz deyə, yəni beyniniz qarışmasın deyə. EMA vurandan sonra yuxarı olacaq MV0 kvadrat böl 2 mü mc. O da bərabərdir. 2 mü mc bizdə F sürtünməni verir.
O da 3 Newton'dur. Vur m v sıfırın kvadratı beraberdir. M bizde ne kadardır? 6 kilogramdır. V0 bizde 2'dir. Yani o süretten sonra dayanır. 2'nin kvadratı 4. Yine vurursun 2'yi vurursun. F sürtünme de 3'tür. Bundan bu gelir kaldı 2. 2 4'ün 8 4 metr. Demek tormuz müddətini tapdıq 4 metr ve yalnız yavaşın hərəkət etdiyinə görə bu cismin qrafiki belə olacaq. Beraber yavaşyan bu şekilde. Buraya yazırıq 4 saniye. Burada yazırıq 4 metr. Bax, qrafik belə olacaqdır. Beləliklə, əziz abituriyentlər, güvənin imtahan 11-ci sinif suallarını, fizika suallarını izah etdik. Sonda əgər bu videodan nəsə öyrəndinizsə, sizə faydalı ola bildimsə, kanala abunə olub və paylaşmağı unutmayın. Sağ olun. Qarşıdan gələn imtahanlarda sizə uğurlar.